19 Mart 2026-cı il bir son dəqiqə xəbəri oxuyuram. Əziz izləyicilər, xahiş edirəm, yuxarıda üstə gəl düyməsi görürsünüz. Toxunun, abunə olun, bəyənin, paylaşın ki, bu xəbərdən hər kəsin xəbəri olsun. Savaş qızışır, ABŞ minlərlə əskərini yaxın şərqə göndərir. Bəli, ABŞ neft marşrutlarını qorumaq üçün yaxın şərqə qoşun göndərməyi düşünür. Axar az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Donald Trump administrasiyası bölgədəki hərbi mövcudluğu artırmaq üçün bir neçə ssenarini, o cümlədən minlərlə Amerika əskərinin göndərilməsini müzakirə edir. Variantlardan biri qlobal neft tədarükünün əsas marşrutu olan Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir. Dəniz və hava qüvvələri bunda əsas rol oynayacaq, lakin İran sahillərinə qoşunların yerləşdirilməsi də mümkündür. İran neft ixracının təxminən 90%-nin keçdiyi Xark adasında əməliyyat ehtimalı nəzərdən keçirilir. Məlumatda qeyd olunur. Diqqətinizə görə təşəkkür edirəm.